Məhəbbət iksiri 3-cü bölmə 8-ci fəsil Allah övliyalarının namazı Cənab Şeyxin məktəbində tərbiyə olunmuş şagirdlərin ən gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də namaz vaxtı Allahın hüzurunda hüzuru qəlb tapmaqdır. Bu da yalnız ona görə mümkün olmuşdur ki, şeyx namazın ruhsuz cəsədinə heç bir dəyər vermir və çalışırdı ki, onun müridləri həqiqətən namaz qılsınlar. Cənab Şeyxin namaz barəsindəki tövsiyə və yol göstərmələrində 4 əsas mühüm məsələ vardır ki, onlardan hər biri də Quran ayələrindən və İslam hədislərindən əldə edilmişdir. 1. Eşq. Cənab Şeyx inanırdı ki, aşiq öz məşuqu ilə danışmaqdan ləzzət aldığı kimi, namaz qılan şəxs də öz Allahı ilə razı niyaz eləməkdən həzz almalıdır. Onun özü də belə idi. Eləcə də ilahi övliyaların hamısı belədir. Rəsul-i Əkrəm salavatullah namazdan aldığı ləzzəti belə vəsf eləyir. Pərverdigar Cəllə Cəlaluhu mənim gözümün nurunu namazda qərar vermiş, namazı mənim sevimli əməlim etmişdir. Necə ki, yemək ac insanların, su susuz insanların məhbubudur. Bu fərqlə ki, ac insan yemək yeyəndə doyur, susuz insan su içdikdə sirab olur. Amma mən namazdan doymuram. 30 il müddətində şeyxin huzurunda olan şagirdlərindən biri deyir, Allah şahiddir ki, mən özüm görürdüm. Şeyx namazda öz məşuqunun qarşısında dayanan bir aşiq kimi dayanmış və Allahın camalında fani olmuşdur. Ömrüm boyu 3 nəfər gördüm ki, onların namazı tam başqa cür idi. Birincisi mərhum Şeyx Rəcəbəli Xəyyat, ikincisi Ayətullah Kühüstani və üçüncüsü də Məşəddə Ağa Şeyx Həbibullah Gülpayiqani. Onların vəziyyəti çox qəribə idi. Namazda dayananda mən ilahi gözlərlə görürdüm ki, namaz qılınan fəza tamamilə dəyişilir. Onlar Allah Teala'dan başqa heç nəyə diqqət yetirmirdilər. 2. Ədəb qaydaları. Namaz qılan şəxsin Allahın huzuruna ədəbli olması İslamın çox əhəmiyyət verdiyi məsələlər sırasındadır. İmam Səccəd əleyhissalam bu barədə buyurur, namazın haqqı bundan ibarətdir ki, biləsən ki, namaz Allah Teala'nın huzuruna varid olmaq vasitəsidir və sən də namazda Allah Teala'nın huzurunda dayanmışsan. Bunu bildiyin zaman zəlil və həqir, rəğbətli və qorxan, ümidvar və qorxulu, binəva və zarıldayan halda olasan. Huzurunda durduğun şəxsin ehtiramına çox aramla və vüqarla dayanasan. Qəlbin namaza üz gətirsin və onun hüquq və şərtlərinə riayət eləməklə onu qılasan. Cənab Şeyx huzurun ədəbləri barəsində belə buyururdu. Şeytan həmişə insanın arxasınca gələr. Yadında olsun ki, öz diqqətini Allahdan çəkmə və namaz vaxtı ədəbli ol. Namazda böyük və sənin əməllərindən agah olan bir şəxsin qarşısında dayandığın kimi dayanasan. Belə ki, əgər sənin bədəninə iynə də batırsalar, tərpənməməlisən. Bu sözü Şeyx öz uşaqlarının suallarının cavabında demiş, onlar siz namaz qıldığınız zaman bəzən təbəssüm eləyirsiniz demişlər. Şeyxin övladı buyurdu, mən ehtimal verirdim ki, onun təbəssümü şeytana qarşıdır. Təbəssümlə ona deyir ki, zorum mənə çatmaz. Bəli, Cənab Şeyx inanırdı ki, Allah Teala'nın huzurunda ədəb qaydalarının əksinə olan bir hərəkət şeytan vəsvəsələrinin nəticəsidir. O buyururdu, şeytanı görürdüm. O namaz vaxtı insanın qarşıdığı yerləri öpürdü. 3. Huzuri qəlb. Namazın batini Allahı yad eləmək və namaz qılan şəxsin qəlbinin Haqq Teala'nın müqəddəs dərgahında sadiqcəsinə hazır olmasıdır. Buna görə də Peyğəmbər salavatullah buyurur, Allah Teala qəlbi yaxud bədəni ilə özür tapmayan bəndənin namazını qəbul eləməz. Cənab Şeyx bu məsələlərə diqqət yetirməklə yanaşı həmişə çalışardı ki, cəmaat namazı qılınmazdan qabaq namazda iştirak eləyənləri huzuri qəlb ilə qılınan namaz üçün hazırlasın. Onun öz namazı da huzuri qəlb ilə qılınan namaz nümunəsi idi. Doktor Həmid Fərzan bu barədə deyirdi, onun namazı çox xatircəmlik və ədəblə qılınardı. Bəzi hallarda namaza geç çatdığım zaman onun qarşısından keçərkən namazdakı qiyafəsini görürdüm. Sanki bədəninə lərzə düşmüşdü. Qiyafəsi nurani, rəngi qaçmış, Allahın zikrinə qərq olmuşdu. Bütün diqqəti namazda idi, başını aşağı salmışdı. Mən belə başa düşürdüm ki, şeyxdə hətta iynənin ucu qədər də olsa belə şək şübhə yox idi. Onun şagirdlərindən biri deyir, şeyx bəzən mənə buyururdu, filan kəs, bilirsən ki, rükuda və səcdədə nə deyirsən? Təşəhhüddə əşhədu ən la ilahə illallah vəhdəhu lə şərikə ləh deyəndə bunu düz deyirsənmi? Həvai nəfsin yoxdurmu? Allahdan başqasına diqqət yetirmirsənmi? Ərbabun mütəfərriqunə ilə işin vardırmı? Yusif surəsi 39-cu ayə. 4.
Namazın əvvəl vaxtda qılınmasındakı davamiyyət. İslam hədislərində namazın əvvəl vaxtda qılınmasına çoxlu tövsiyələr edilmişdir. İmam Sadiq əleyhissalam buyurmuşdur: namazın əvvəl vaxtda qılınmasının axır vaxtda qılınmasına olan fəziləti axirətin dünyaya olan fəziləti kimidir. Cənab Şeyx həmişə beşliyi təşkil edən gündəlik namazlarını əvvəl vaxtda qılır və bu işi başqalarına da tövsiyə eləyərdi. İmam Hüseyn əleyhissalam nökərinin namazı indiyədək təxirə düşməz. Qüdrətli xətib Höccətül-İslam cənab Seyyid Qasım Şücai bu barədə şeyxdən maraqlı bir əhvalat danışaraq deyir: mən məktəb yaşlarında minbərə gedər, gözəl danışıq qabiliyyətinə malik olduğumdan çoxlu rovzələr oxuyardım. O cümlədən ayın 7-ci günləri mərhum Şeyx Rəcəbəlinin mənzilinə gedirdim. Evi bazara çatmamış Siyahha küçəsində idi. Pillələrdən yuxarı gedəndə sol tərəfdə otağa qadınlar yığışmışdı. Onlar üçün aylıq roza oxuyardım. Cənab Şeyxin otağı da birinci mərtəbədə yerləşirdi. O zaman mənim 13 yaşım var idi. Hələ həddi buluğa çatmamışdım. Bir gün mənbər qurtardıqdan sonra birinci mərtəbəyə gəldim və ilk dəfə olaraq Cənab Şeyxlə rastlaşdım. Əlində bir neçə papaq tutmuşdu. Sanki bazara getmək istəyirdi. Salam verdim. Mənim surətimə baxıb buyurdu: Peyğəmbər salavatullah və İmam Hüseyn əleyhissalamın nökəri namazını indiyənə qədər təxirə salmaz. Dedim, baş üstə. Günün batmasına 2 saat qalırdı. O günlər qonaq idim və həmən vaxta qədər namazımı qılmamışdım. O mənim üzümə baxan kimi bu haləti məndə hiss elədi və mənə xatırlatdı. Bu məsələ səbəb oldu ki, həddi buluğun ilk çağlarından etibarən şeyxin məclislərində iştirak eləyim. Elə yeniyetməliyimin ilk çağlarından hiss eləyirdim ki, bu kişinin söhbətlərinin mətləbləri ona ilham olunur. Çünki elmi savadı yox idi, lakin söhbət eləyəndə dinləyiciləri tamamilə özünə cəlb eləyirdi. Hələ də ondan aldığım xatirələr mənim yadımdadır. O cümlədən mənim zehnimdə həmişə canlanan kəlməsi bu idi: biz kəlməsindən keçin, hər yerdə mənəmlik və biz hökmranlıq eləsə şirkdir. Dünyada yalnız bir zəmir, əvəzlik hakimdir. O hüvədir, Allah zəmirini göstərən o əvəzliyi. Əgər o əvəzlikdən keçsəniz, bütün əvəzlikləri demək şirkdir. Cənab Şeyx bu cür kəlmələri bəyan eləyərkən sözü insanın qəlbinə və ruhuna nüfuz eləyərdi. Qəzəb namazın bəlasıdır. Cənab Şeyx belə buyururdu: bir dəfə gün batan vaxtı Tehranın Sirus meydanındakı məscidinin yanından keçirdim. İlk vaxtda qılınan namazın fəzilətinə nail olmaq üçün məscidə daxil oldum. Gördüm ki, bir nəfər namaz qılmağa məşğuldur və onun ətrafını nur bürümüşdür. Öz-özümə fikirləşdim ki, namazdan sonra onunla tanış olacağam ki, görüm onu bu vəziyyətə salan hansı xüsusiyyətidir. Namaz qutarandan sonra onunla birgə məsciddən çıxdıq. Məscidin qapısında o məscidin xidmətçisi ilə bir qədər sözləşdi və onun üstünə qəzəbləndi. Yolumuza davam elədik. Əsəbləşdikdən sonra onun ətrafındakı nurun məhv olub aradan getdiyini gördüm. 3-cü bölmə, 9-cu fəsil. Allah övliyalarının həcci. Cənab Şeyx heç vaxt maddi cəhətdən vacib həcc fərizəsini yerinə yetirmək üçün istitaət tapmamış və həccə getməmişdi. Amma onun həccə gedən bəzi şəxslərə verdiyi nəsihətlərdən məlum olurdu ki, Allah dostlarının həccinin sirlərindən tamamilə və dəqiq şəkildə agahdır. O inanırdı ki, yalnız o zaman həqiqi və kamil həcc gerçəkləşə bilər ki, həccə gedən şəxs Kəbənin sahibinin aşiqi olsun ki, həcc əməllərinin həqiqi məqsədlərini dərk eləyə bilsin. Buna görə də bir nəfər ona həccə getməyi təklif elədikdə buyururdu: get, əvvəlcə aşiqliyi öyrən, sonra gəl birlikdə Məkkəyə gedək. Şeyxin həccə gedən şəxs üçün göstərişləri: 1. Həzrət Vəli-i Əsri ziyarət eləmək üçün çalışmaq. Cənab Şeyxin qədim dostlarından biri deyir: Məkkə-i Müəzzəməyə elədiyim ilk səfərdə Şeyxin huzuruna gəldim və ondan mənə yol göstərməsini istədim. O buyurdu: hərəkət elədiyim vaxtdan 40 gün keçənə qədər Rabbi ədxilni mudxalə sidqin və əxricni muxrəcə sidqin və cəalni min lədünkə sultanan nəsira ayəsini oxu. İsra surəsi 80-ci ayə. Bəlkə Həzrət Vəli-i Əsri görə biləsən. Sonra buyururdu: necə mümkün ola bilər ki, bir şəxs dəvət olunaraq bir evə getsin, amma ev sahibini görməsin? Bütün diqqətin və fikrin bunda olmalıdır ki, inşallah o mübarək vücud həccin mərhələlərindən birində ziyarət eləyəsən. 2. Ehramda Allahdan başqasının məhəbbət bəsləməyin qadağan olunması. Ehram bağlayan şəxs bilməlidir ki, bura gəlmişdir ki, Allahdan başqalarını özünə haram eləsin.
təlbiyə, ləbbeyk dediyi vaxtdan Allahın dəvətini qəbul eləyib, Allahdan başqalarını özünə haram eləsin və ömrünün axır anlarına kimi Allahdan qeyrilərinə diqqət yetirməsin. Təvafda Allaha diqqət mərkəzində saxlasın. Kəbənin təvafı zahirdə evin ətrafına fırlanmaqdır, lakin bilməliyik ki, əsas məsələ mehvər qərar vermək və Allah dərgahında fani olmaqdır. Elə bir hal tap ki, onun ətrafına fırlanasan, ona qurban olasan, elə bir iş görəsən ki, həqiqətdə ev sənin ətrafına fırlansın. 4. Qızıl Navdanın altında dua. Hicri İsmail və Qızıl Navdanın altında Allah evinin ziyarətçiləri öz müşküllərinin və çətinliklərinin həll olunmasını Allahdan istəyirlər. Sən isə belə de: Pərverdigara, məni özünə bəndəçilik və İmam Zaman Hüccət İbnül Həsənin xalis ardıcılı olmaq üçün tərbiyələndir. 5. Nəfsin öldürülməsi. Minaya gedərkən qurbangahda nə eləyəcəksən? Bilirsənmi qurbanlığın fəlsəfəsi nədir? Həqiqətdə əmmarə nəfsini qurbanlıq eləməlisən. Fətubu ilə barikum fəqtulu ənfusakum. Nəfsin başını kəs və qayıt. Özünü nəfsin əlindən xilas elə. Nəinki sadəcə gedib qaydasan və nəfsin də əvvəlkindən daha güclü olsun. Sənə məhəbbət elədikləri yeganə yer. Həcdən qayıtdıqdan sonra şeyxin huzuruna gəlib dedim, ziyarətimin hasilinin nə olmasını bilmək istəyirəm. Buyurdu, başını aşağı salıb həmd oxu. Dərindən diqqət elədikdən sonra Məscidül Həramın mənim dayandığım yerlərin əlamətlərinin tamamilə bəyan eləyib buyurdu. Sənə məhəbbət göstərilən yeganə yer Bəqi qəbristanlığı idi. Sən elə bir halda idin və filan şeylər istəyirdin. O yerdə Allahdan istədiyim şeylərin hamısı şeyx üçün əyan idi. Həcc qonaqlığı. Həcc səfərindən qayıtdıqdan sonra şeyxi və dostlarından bir qrupu mənzilimə çağırıb ehsan verdim. Plovu hazırlamışdım. Şeyx və bir neçə xüsusi şəxslər üçün yuxarı mərtəbədə, eyvanda ayrıca bir süfrə salmışdım. Şeyx bu hadisədən xəbərdar olduqda məni çağırıb buyurdu: Lovğalıq eləyirsənmi? Çox da özünü tutma, cəmaat arasında fərq qoyma. Əgər Allah üçündürsə, hamıya bir gözlə bax. Nə üçün bəzilərinə artıq imtiyaz verirsən? Xeyr. Mən də onların içərisində olmalıyam. Aramızda heç bir fərq qoyma. Mərhum İmam Xomeyninin kəlamında həccin sirləri. Maraqlı məsələdir ki, Cənab Şeyxin həccin fəlsəfəsi barəsində dedikləri məhz özünün şühudi elmi vasitəsilə dərk elədiklərindən ibarət idi və onun dedikləri İmam Xomeyninin həccin irfani yönləri barəsində bəyan elədikləri ilə çox yaxındır. Bu fəslin təkmil olması üçün onlardan bəzilərini qeyd eləyirik. Təkrar ləbbeyklərin sirri. Təkrar ləbbeyklərin deyilməsi o kəslər üçün həqiqidir ki, haqqın nidasını canı dildən eşidərək Allahın dəvətinə cami adlarla cavab versin. Əsas məsələ Allahın huzurunda hazır olmaq, məhbubun cavabını müşahidə eləməkdir. Sanki bu kimi huzurda insanın ixtiyarı əlindən alınır. Dəvətin cavabını təkrar eləyir və bunun ardınca mütləq mənada şərikləri ondan inkar eləyir. Bunları yalnız əhlullah, Allah adamları bilər. Təkcə ilahiyyət məqamında şəriklər deyil, bütün hallarda şərikləri inkar eləmək. Baxmayaraq ki, ondakı şərikləri səlb eləmək elə bütün mərtəbələri əhatə eləyir. Nə qədər ki, aləmin fəna olması mərifət əhlinin nəzərindədir, bütün ehtiyat və müstəhəb əməlləri əhatə eləyir. Məsələn, Əlhamdü ləkə və nemətu ləkə və həmdi Allahın müqəddəs zatına məxsus bilirlər. Həmçinin neməti də ona məxsus bilib şərikləri inkar eləyirlər. Bu mərifət əhlinin yanında tövhidin son mərhələsidir. Bu mənayadır ki, hər bir həmd, hər bir nemət varlıq aləmində gerçəkləşirsə, elə Allaha edilən həmd və Allahın nemətidir. Heç bir şərik olmadan, hər bir məqamda və məşərdə, vüqufda və hərəkətdə, sükunda və əməldə bu mətləb və bu ali məqsəd cərəyandadır. Onun xilafı ümumi mənada olan şirkdir ki, bizim bədbəxtlərin hamısı ona mübtəladır. Təvafun sirri. Allah evinin ətrafına fırlanmaq bunu göstərir ki, Allahdan başqa heç kəsin ətrafına fırlanmayasan. Allaha eşq əlaməti olaraq Allah evinin təvafında qəlbini başqalarından təmizləyir, ruhunu ondan başqasının qorxusundan paklayırsan. Haqqa eşqin səviyyəsinə uyğun olaraq böyüklük kiçikli bütün bütlərdən, tağutlardan və istismarçılardan bəraət, yəni bezarlıq eləyirsən ki,
Allah Teala və onun dostları onlardan bəraət eləyiblər. Bütün dünyanın azadlıq sevərləri də onlara nifrət eləyirlər. Allahla beyyət. Həcərül Əsvədə əl sürtməklə sanki Allahla beyyət eləyirsən ki, onun özünün göndərdiklərinin və eləcə də salih və azadların düşmənləri ilə düşmən olasan. Onlara itaət və bəndəçilikdə hər nə məqamda olurlarsa olsunlar, itaət etməyəsən. Onlardan yaranan xof və zəlilliyin qəlbindən çıxardasan. Çünki Allah düşmənləri, onların da başında böyük şeytan, Amerika, zəlildir. Baxmayaraq ki, insaniyyəti məhv eləməkdə, məzlumları əzməkdə və cinayət işlərində başqalarından üstündülər. Məhbubu tapmaq üçün çalışmaq. Səfa və Mərvə dağları arasında səy elərkən, məhbubu tapmaq üçün tam mənada sidqi ürəkdən çalışmalısan. Onu tapsan, bütün dünyanı tapmısan. Bütün şək və tərəddüd səndən uzaq olur. Bütün heyvani xof və ümidlər aradan gedir. Maddiyyəti olan qəlbi bağlılıqlar qırılır. Azadsevərlik ruhiyyəsi çiçəklənir. Şeytan və tağutun zəncirləri qırılır. Çünki onlar Allah bəndələrinə əsarətə və öz itaətinə çəkirlər. Məşərdə şuur, Ərafatda irfan. Ərafata və Məşərül Hərama şuur və irfan halı ilə gedirsən. Hər bir məqamda Allahın haqq vədələrinə, məzlumların hakimiyyətə çatmalarına tam xatircəm olursan. Sükut və sükunlarla Haqq Təalanın ayələrində təfəkkür eləyirsən. Məhrumların və müstəzəflərin dünya aşağılığına can atanların caynaqlarından xilas olması üçün bir çarə fikrinə düşürsən. Həmin kəramətli yerlərdə Haqq Təaladan onların xilas olmasını istəyirsən. Minada qurbanlığın sirri. Sonra Minaya gedir və orada özünün haqq arzularına nail olursan. Bu da insanın ən sevimli bir şeyini mütləq məhbubunun yolunda qurbanlıq eləməsidir. İnsan bilməlidir ki, bunların ən yüksək səviyyədə olanı nəfsi sevmək və dünya məhəbbətindən keçməyincə mütləq məhbuba çata bilməz. Əqəbədə şeytanı daşlamaq. Siz bu ilahi səfərə gedərkən şeytanı daşlayırsınız. Əgər Allah eləməmiş, özünüz də şeytanın dəstəsindən olsaz, özünüzü də daşlamış olarsınız. Siz ilahi sifətdə olmalısınız ki, şeytanı daşlayarkən Allah qoşunu tərəfindən şeytana daş atmış olasınız.